Azərbaycan Prezidenti Cənab İlham Əliyev Türkmənistan Prezidenti Cənab Berdimuhammedova bir məsələdə də xüsusi təşəkkür elədi. O nə ilə bağlı idi? Söylədi ki, Azərbaycan Mərkəzi Asiya ilə coğrafi baxımdan qonşu dövlət deyil. Amma Azərbaycan bu günləri Mərkəzi Asiyadakı 5+1 formatında iştirak edir. Mərkəzi Asiya dövlətlərinin bilirsiniz ki, bir məşvərət şurası var. Və orada 5 də Mərkəzi Asiya dövləti var. Amma Azərbaycanı da qəbul ediblər, olub 6-lıq. Və söylədi ki, bu qəbulda Türkmənistan da bizim mövqeyimizi dəstəkləyib və buna görə təşəkkür edirəm. Və bununla da söylədi ki, bu günlər sanki bax, Cənubi Qafqaz, Mərkəzi Asiya vahid geosiyasi bir mərkəz kimi, geoiqtisadi mərkəz kimi çıxış edir. Və bu Azərbaycana olan onun prezidentinin yeritdiyi siyasətə bir etimad kimi də dəyərləndirilə bilər. Yəni, bunlar da bir həqiqətdir, vacib məsələlərdən biridir. Və nəhayət bizim əməkdaşlığımızın inkişaf etdiyi sahələrdən biri humanitar sahədir. Çünki eyni köklüyük, eyni dilin daşıyıcılarıyıq, eyni mədəniyyətə sahibik və bizim də ki, bax bu reallıqlar fonunda humanitar əlaqələrimiz inkişaf edir. Bax bu iyun ayının əvvəlində Türkmənistanda, onun paytaxtında Azərbaycan mədəniyyət günləri keçirildi. Bizim musiqiçilərimiz, ədəbiyyatşünaslarımız, ziyalılarımız bu ölkəyə səfər etdi. Millət vəkillərimiz də o səfərdə iştirak edir. Eyni zamanda keçən illəri Türkmənistanın bizim paytaxtımızda Bakıda və Gəncə şəhərində mədəniyyət günləri keçirildi. Yəni, məlum oldu ki, biz eyni dəyərlərin daşıyıcılarıyıq, eyni mədəniyyətə malikik və demək olar ki, aramızda dil bariyeri də yoxdur və bu da çox önəmli məsələlərdən biridir. Mən çıxım əvvəlində qeyd elədim ki, bizim münasibətlərimiz təkcə iki tərəfli formatda deyil, həm də Türk Dövlətləri Təşkilatı formatında da inkişaf etməkdədir və nəzərə alsaq ki, Türk Dövlətləri Təşkilatı bugün beynəlxalq münasibətlər sistemində çox ciddi aktorlardan birinə çevrilib. Türk Dövlətləri Təşkilatına qiymət verərkən elə bir neçə rəqəmi səsləndim, təsəvvür daha da formalaşsın. Bu təşkilatı üzv olan dövlətlərin hamısının birlikdə ərazisi 4,8 milyon kvadrat kilometrdir. Bilirsiniz, milyonlarla kvadrat kilometrdə ölçülən bir əraziyə malikik. Bizim hamımızın birlikdə ümumi daxili məhsulu 2,1 trilyon dollar təşkil edir. Yəni, rəqəm özü danışır ki, necə böyük potensiyalı malikik. 2 il bundan öncə mənim yadımdadır, dünyada iqtisadi artım 3,5% idi, amma bu üzv ölkələrin birlikdə iqtisadi artımı 5% ötmüşdür. Yəni, potensial böyük və eyni zamanda bu dövlətlər iqtisadi, siyasi birlik birləşdir, həm də bir hərbi texniki sahədə əməkdaşlıq niyyətləri də gizlədilmir, birgə hərbi təlimlər keçirilmək. Yəni, bütün bu proseslər Türk Dövlətləri Təşkilatını gücləndirən amildir. Türkmənistan bu günləri Macaristan kimi, Şimali Kipr Türk Cumhuriyyəti kimi hələ də Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü deyil. Onlar müşahidəçi statusundadır. Amma belə səfərlər, dövlət səfərləri, Azərbaycan Prezidentinin keçən il Türkmənistanda olub, Türkmənistanın milli lideri Qurbanqulu Berdimuhammedov keçən il Azərbaycanda olub. İndi dövlət səfəri, belə səfərlər bizi daha da yaxınlaşdırır və Türkmənistanın da Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü olması üçün unikal imkanlar perspektivdə biz bunu gözləyə bilərik, deyil mi? Gözləyə bilərik və istənilən səfərə imzalanmış sənədlər prizmasına qiymət vermək düzgün olar. Və Azərbaycan və Türkmənistan dövlət başçılarının iştirakı ilə keçirilən tədbirdə, toplantıda düz strateji əhəmiyyətli 12 sənəd imzalandı. Bunların içərisində təbii ki, birinci yerdə Azərbaycan və Türkmənistan dövlət başçıları imzaladığı birgə bəyanatdır. Birgə bəyanat bizim münasibətlərimizin xarakterini müəyyən edir, həm də onun inkişaf tendensiyalarını açan bir sənəddir. Və digər sənədlərdə gömrük sahəsində, kənd təsərrüfatı sahəsində, sənaye sahəsində, turizm, mədəniyyət sahəsində, sonra Xaricilər Nazirləri səviyyəsində iqtisadiyyatın dərinləşdirilməsi məsələlərinin bağlı deməli bizim İqtisadiyyat Nazirliyi səviyyəsində və digər bu kimi məsələlər üzrə razılaşmalar əldə edilib ki, bunlar da nəticə etibarilə bu günləri Azərbaycan və Türkmənistan arasında indiyə qədər formalaşmış o hüquqi normativ bazanı daha da gücləndirir və bunlar çox önəmli məsələlərdir və həm də biz bu günə qiymət veririk, amma yaddan çıxarmayaq ki, bizim müstəqillik əldə etdiyimiz ilk illərdə münasibətlərimizdə bir anlaşılmazlıq məqamları var idi. Hətta iş oraya gəlib çatmışdı ki,
Türkmənistan dövləti Azərbaycandan səfirini geri çağırmışdı. Xəzər dənizindəki Azəri çıraq yataqlarına iddialarla çıxış edirdilər. Biz Azəri çıraq dedik, onlar Sərdar yatağı deyirdilər və əsli müqaviləsi imzalanmasından narahatçılıq ifadə edirdilər. Xəzərin statusuna bağlı məsələdə ciddi fikir ayrılığı var idi. Bu gün bunların heç birisi yoxdur. Bu günlər iki dövlət arasında həllini gözləyən bir məsələ yoxdur ki, orada ortaq məxrəcə gəlmək mümkün olmasın. Nəyin sayəsində? Onun sayəsində dövlət başlarımız dost, xalqlarımız dost, qardaş dövlətlərik biz və eyni köklük, eyni mədəniyyətin daşıyıcılarıyıq. Amma yeri gəlmişkən onu da deyim ki, beynəlxalq münasibətlər sistemində hələ dövlətlərin eyni kökə malik olması onlar arasında dostluq və qardaşlığın indikator deyil, olmayıb. Yəni faktlar var və bu günləri mən ad çəkmək istəmirəm. Bugün müharibə aparan dövlətlərin bir çoxunda baxırsan ki, eyni köklü xalqlar bir-birinə düşmən gözü ilə baxır və müharibə vəziyyətindədir. Deməli, müdürlük siyasəti odur ki, dövlət başlarının zəkası, ağlı, müdürlükliyi ondadır ki, o unikal şansdan, yəni kökümüz eyni, dilimiz eyni, dinimiz eyni, mədəniyyətimiz eyni, dəyərlərimiz eyni. Bütün bunların hamısını bir istiqamətə yönəldir və ondan bəhrələnir və bu günləri Azərbaycan-Türkmənistan münasibətlərinə qiymət verərkən bu amili də xüsusi vurğulamaq istəyərəm. Əlbəttə.